Keçək fotosintezin qaralıq fazasına. Bayaq dediyim kimi, fotosintezin qaralıq fazası xloroplastın stromasında baş verir. Qaralıq fazada məqsəd qlikozanın sintez olunması, yəni üzvü maddənin əmələ gəlməsi, yəni bitkinin və yaxud da ki, fotosintez edən canlının qarnının doymasıdır. Bitki üzərindən danışsaq, qaranlıq fazada karbon qazının fiksə olunma prosesi gedir. Yəni karbon qazı sintez olunan üzvü maddənin içərisinə keçir. Bunu dırnaq içində söyləyirəm. Qaranlıq fazasında, işıq fazasında əmələ gələn ATF, NADH istifadə olunur. Eyni zamanda atmosferdən udulan karbon qazı da istifadə olunur. Qaranlıq fazada qlükoza sintez olunacaq. Gəlin bu dediklərimizi ümumiləşdirək. Fotosintezin işıq fazası yalnız işıqda gedir. Xloroplastların tilakoidlərində, yəni fotosintetik membranında baş verir. Xlorofilin elektronu həyəcanlanır. Orbitalını tərk edir. İşığın təsiri ilə su fotolizə uğrayır. Oksigen əmələ gəlir. Hidrogen əmələ gəlir. ATF əmələ gəlir. NADH plus NADH-a çevrilir. Qaranlıq faza xloroplastın stromasında baş verir. Qaranlıq fazanın olması üçün işığa ehtiyac yoxdur. O həm işıqda, həm qaranlıqda baş verən prosesdir. Məqsəd qlükozanın sintez olunması, yəni üzvü maddənin əmələ gəlməsidir. NADH-dan istifadə olunur, ATF-dən istifadə olunur, atmosferdən udulan karbon qazından istifadə olunur. Karbon qazının fiksə olunması prosesi qaranlıq fazasında baş verir. Nəticədə 6 dəfə dövrü olaraq baş verən Calvin siklı hesabına bir molekul qlükoza sintezi olunur. Məncə artıq sizin üçün fotosintezin işıq və qaranlıq fazaları sxemləşdirilmiş halda yaddaşda qalacaq. Nəsə sualınız varsa, rəy hissəsinə qeyd edə bilərsiniz. Amma əvvəlcə mən özüm bir sual verim. Fotosintez zamanı sintez olunan qlükozanın tərkibində olan hidrogen hansı maddənin tərkibindən gəlmədir?